Bu dəyişdikcə də artıq layihələrin idarə olunmasına yanaşmalar dəyişir. Peşəkar bilikləri olmalıdır, amma bu kifayət deyil. Bu bilikləri peşəkar bacarıqlarla ikisini tapmalıdır və səriştə və təcrübə ilə də özünü göstərməlidir. Peşəkarın yetişməsi təsadüf hallar təsadüf olmur. Bunun mütləq bir nədənsə başlamaq, davam etmək və bəlli istiqamət götürmək yol xəritəsi mütləq var. Fərdin, insanın özünün intellektual bazası, dünya görüşü, karyer inkişaf məqsəd və planları, özünə nə qədər vaxt ayıra bilir, nə qədər məqsədlidir. Yəni bir çox faktor işin içərisinə girdiyi üçün bacarıq formalaşdırılması artıq hər kəsdə eyni müddətdə baş verir. Peşəkar olma və öyrənmənin biz ona bir limit kimi baxsaq, yəni peşəkarlığa çatma deyə bir xətt çəkməli olsaq, bu çətindir. Çünki o bir çatılacaq nöqtə deyil. O prosesdir, davamlı getməli olduğumuz yoldur. Yəni biz ona Bunun proqnozunu verib ki, 41%-ə çatmalıdır. Yəni süni intellektin tətbiqi sırf layihə idarə etməsində. hər klikimiz yeni bir data yaradır. Avtoritar liderlik yanaşması daha vacib ola bilər qurumun mühitinə görə. Strateji hədəfləri, istəkləri doğru şəkildə müəyyənləşdirmədikdə biz o fürsətləri bax bu 1 dəqiqə misalında olduğu kimi müəyyənləşdirə bilmirik. Yəni nə istədiyimizi, şəxsi həyatımızda belə layihə düşüncəli yanaşma tərzini özümüzdə formalaşdırmalıyıq. Salamlar, hər birinizi Texon Talks kanalında xoş gördük. Bugün Ocaq Consulting şirkətinin icraçı direktorunun müavini, təlimçi, ekspert Sübhan Qaragözov qonağımızdır. Xoş gördük sizi. Xoş gördük. Mən sizi düzgün təqdim elədim. Bəli. Biz bugün sizlə layihə idarə etməsinin əsasları və daha dərinə enmək istəyirik. Çünki bizə qeydlər gəlir ki, daha texniki məsələlərə fokuslanın, şirkətlərlə olan məsələlərə girin. Ona görə də sizdən daha dərin cavablar da istəyə biləcəyik. Amma gəlin lap əvvəldən başlayaq. Layihə idarə etməsi, project management nədir və bunun ən ideal formasını siz necə görürsüz? Dəvət üçün təşəkkür edirəm əvvəlcə. Uğurlar arzulayıram sizin. Davamlı xeyirli olsun inşallah podkastlarınız. İzləyirik. Gözəl, maraqlı kontentlər var. Ümid edirəm ki, bizim müsahibəmiz də maraqlı olacaq. Maraqlı mövzudur, aktual mövzudur. Layihələrin idarə olunması, layihələrin idarə olunmasında peşəkar inkişaf yolu, bugünkü vəziyyət, reallıqlar, layihə idarə olunmasının dünəni, bugünü, sabah hara gedirik, texnologiyanın inkişafı, bunların bir-birinə təsiri, yəni olduqca geniş, aktual mövzudur. İndi mən çalışacağam çox akademik təriflərdən məsələlərə girməyək, daha çox mahiyyətini aydınlaşdırmağa çalışaq bərabər şəkildə. Layihə nədir baxsaq, layihənin bildiyimiz, belə deyək ki, bir terminoloji tərifindən gördükdə sadə şəkildə layihələr hansısa bir məqsədə çatmaq üçün başlama və bitmə müddətləri bəlli olan proseslər qrupudur, belə desək. Bir unikal fəaliyyətlərdir. Bu məsələnin belə deyək, ümumi anlayış baxımından təyin olunmuş sözlərdir və ifadəsidir. Amma ümumi mənada mahiyyət baxımından dünən, bugün və sabaha doğru layihələrə baxış bucaqlarımız dəyişir. Bu dəyişdikcə də artıq layihələrin idarə olunmasına yanaşmalar dəyişir. Bu baxımdan layihə bugün artıq ümumi iqtisadiyyatın, hər bir ölkənin iqtisadiyyatının idarə olunmasında layihə əsaslı idarə etmə modelinə keçid nöqteyi nəzərdən proseslərin mərkəzində duran bir anlayışdır. Artıq bugün özəl təşkilatlar, dövlət qurumları, bütün iqtisadiyyatın formalaşması mexanizmi layihə əsaslı yanaşmadan yola çıxır. O baxımdan da həm təşkilatlar, həm özəl dövlət qurumları və hətta hər kəs fərdi olaraq istər startaplar baxımından, istər biz bəlkə hətta şəxsi həyatımızda da layihə düşüncəli yanaşma, layihə baxışlı bir perspektiv formalaşdırmaq önəmlidir. Ona görə layihə anlayışı biraz peşəkar terminoloji anlayışla yanaşı, həm də çox geniş bir perspektiv olan anlayışdır. İnşallah ətraflı danışmaq faydalı, maraqlı olacaq sizə. Bilmirəm ilk suallar üçün bu sualım nə dərəcədə doğrudur, amma mənə maraqlıdır. Sizin gözünüzdən yaxşı layihə meneceri necə olmalıdır? Bu biraz subyektiv səslənə bilər, amma hər bir belə deyək, yaxşı biraz nisbi anlayışdır. Peşəkar layihə meneceri necə olmalıdır baxarıq. Ölçü meyarları var. Yəni, hər sahədə olduğu kimi bu sahədə də meyarlar bəllidir. Yaxşı peşəkar layihə meneceri layihə meneceri üçün tələb olunan kompetensiya setinə malik olandır. Nə deməkdir bu? Peşəkar bilikləri olmalıdır. Amma bu kifayət deyil.
bu bilikləri peşəkar bacarıqlarla əksini tapmalıdır və səriştə və təcrübə ilə də özünü göstərməlidir. Yəni bu gün yaxşı və peşəkar layihə meneceri sadəcə nəzəri bilikləri olan yox, o nəzəri biliklər, beynəlxalq standartlar nöqteyi nəzərindən özündə lazım olan bacarıqları formalaşdıra bilən, bu bacarıqlar həm hard skills, həm soft skills dediyimiz peşə bacarıqları, yumşaq insani bacarıqlar, bu bacarıq setlərini formalaşdıra bilən və təcrübəyə yansıda bilən bir peşəkardır. Bizə digər məqam da maraqlıdır. Sizdən çox qısa bir sualın cavabını istəyəcəm ki, klassik layihə idarə etməsi nədir? Və daha sonra qeyd etməyinizi istəyəcəm ki, data əsaslı idarə etmə keçid necə olmalıdır? Yəni müasir layihə idarə etməsini siz necə görürsüz və klassik üçün bir cümlə tərif istəyəcəm sizdən. Qısa cavablar çox çətindir hər zaman, amma klassik layihə idarə etməsi nədir? Bizə bütün şərtlər bəllidir, məlumdur. Biz rahat şəkildə planlama edirik. Planlamadan sonra icraya başlayırıq, icradan sonra təhvil veririk. Yəni çox qısa şəkildə ənənəvi yanaşma budur. Yəni bizə sabahımız çox konkretdir. Layihənin nəticəsində əldə edəcəyimiz məhsula dair tələblər dəqiqdir. Planlamanı dəqiq edə bilirik. Yəni sərt planlar qurmaq mümkündürsə bu klassik idarə etmədir. Artıq bu gün planlaşmanı o cür edə bilmirik. Niyə? Çünki dinamik mühitdir. Tələblər dəyişir. İstər müştərilərin çevik dəyişməyi nöqteyi nəzərindən tələblərin dəyişməsi, bazarın dəyişməsi, texnologiyanın bu qədər sürətli inkişafı, dünənki yenilik bu gün artıq müəyyən mənada şərt olaraq desək, aktuallığını itirə bilər. O baxımdan biz klassik yanaşmada olduğu kimi çərçivəli planlamalar qura bilmirik. Bazarın dinamikası dəyişir. Bazar dəyişir, müştəri istəkləri dəyişir. Mütləq biz daha data əsaslı dediyimiz və ya çevik dediyimiz, yəni bir agile yanaşma nöqteyi nəzərindən yanaşmalıyıq ki, bu da layihə idarə etməsinin yanaşmasını dəyişir. Klassikdən agile və belə deyək data əsaslı yanaşmaya keçid. Bu əsas qısa fərqlər bunlardır, amma hər birinin əlbəttə ki, detallı izahları var. Adətən texniki sahələrdə bir yol xəritəsi olur. Tutaq ki, proqramlaşdırmaya başlayanlar üçün deyirlər ki, sıfırdan başlayırsan, bu hissələri keçəcəksən, bir il ərzində bunlar olacaq. Universitetdə isə bu 4 il çəkir və xeyli uzanır. Bəs peşəkar layihə meneceri üçün yol xəritəsi necə olur? O hardan başlamalıdır, yoxsa onu elə olduğu şirkət yetişdirir və artıq o bir komandanın rəhbərinə çevrilir? Peşəkarlıqdan danışırıqsa mütləq bir yol xəritəsi var. Yəni bunun bir belə deyək, bir elmi olaraq, bir peşəkarlıq nöqteyi nəzərindən bəlli bir proseslərdən keçməliyik. Yəni bu peşəkarın yetişməsi təsadüfi hallar, təsadüfi olmur. Bunun mütləq bir nədənsə başlamaq, davam etmək və bəlli istiqamət götürmək yol xəritəsi mütləq var. Bütün peşəkar sahələrdə olduğu kimi. İndi biz peşəkar layihə meneceri kimlərə deyək, hansı yolu keçənlər olsun və yeni başlayanlar özləri üçün hansı doğru yol xəritələrini seçsinlər. Buna baxsaq, işin belə deyək, bir neçə tərəfdən aspektləri var. Birinci, doğru bilikləri yiyələnmək məsələsi. Peşəkar biliklər. Nədir bu biliklər? Bu biliklər layihə idarə olunması sahəsində beynəlxalq standartlar bizə nə deyir? Bəzən beynəlxalq sözü ilə işlətdiyimiz terminlərdə müəyyən fərqli yanaşmalarla qarşılaşırıq, amma məsələ ümumiyyətlə standartlaşmadadır. Yəni hər bir sahədə peşəkarların bir araya gəlib bu sahənin standartlarını müəyyənləşdiriblər. Yəni doğru nədir, səhv nədir? Bu da təcrübələrdən irəli gələn bir yanaşmadır. Yəni standartlar bəlli ölkələrdə, təşkilatlarda uzun illər sınaqdan keçmiş, təcrübədən keçmiş məsələlərin standartlaşmış bir yanaşmasını formalaşdırır ki, bu sahədə də beynəlxalq layihə idarə etmə sahəsində də beynəlxalq institutlar var. Beynəlxalq institutların fərqli yanaşmaları var, müəyyənləşdirdiyi standartlar var ki, biz bunlara bir bilik mənbəyi olaraq baxırıq. Bu beynəlxalq standartların tələbləri nədir? Bu tələblər istiqamətində biz hansı bilikləri öyrənməliyik? Layihə idarə olunmasında, peşəkar layihə meneceri kimi yetişməyimiz üçün hansı bilikləri beynəlxalq arena vacib hesab edir? Və bugün artıq ölkələr demək olar tamamilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Və bizim yerli layihələrimiz bir çox qlobal layihələrlə inteqrasiya olunmuş şəkildədir. Ona görə bizim beynəlxalq standartları bilmədən peşəkar olaraq yetişməyimiz mümkün deyil.
Ona görə standartların tələblərini bilik olaraq öyrənməmiz lazımdır. Hə, bunun müddəti nə qədərdir? Nə qədər müddət lazımdır bunun üçün? Nə vaxt başlamalıyıq? Bu biraz dəyişə bilər. İndi bunun universitetdən başlayan bir hissəsi var. Kimlərsə bunu peşə olaraq universitet həyatından başlayır, kimlərsə biraz daha tez, kimlərsə biraz daha gec. Mən bunu müddətlə, vaxtla məhdudlaşdırmaq istəməzdim. Yəni bu gün artıq öyrənmənin yaşı yoxdur. Peşəkar karyeranı kim nə zamandan qurmağa başlayırsa, o zamandan artıq özünə bir yol xəritəsi qurmalıdır. Bu da başlamalıdır biliklərini öyrənməsindən. Amma təəssüf ki, sadəcə bilik öyrənmək kifayət etmir. Yəni bugünün artıq reallığı biliklərlə yanaşı həm də biz özümüzdə peşəkar layihə meneceri olaraq müəyyən bacarıqları formalaşdırmalıyıq. Peşəkar layihə menecerinə lazım olan soft skillslər dediyimiz liderlik bacarığı, kommunikasiya bacarığı, problem həll etmə bacarıqları. İşin vacib tərəfi odur ki, bilikləri öyrənməyi müəyyən müddətlə limitləmək bəlkə də olur. Biraz rasional yanaşmaq olur. Məsələn, biz qrafiklərə bölə bilərik. Bəlli bir standartı öyrənmək üçün 3 aylıq təlimlər, yarım illik təlimlər, 4 illik təhsil silabusları və s. Amma bacarıq məsələsində biraz işin mahiyyəti dəyişir. Yəni bacarıqlara yiyələnmək, bacarıqları formalaşdırmaq. Bunu bir çox hallarda konkret qrafiklərə bölmək çətindir. Çünki burada artıq fərdin, insanın özünün intellektual bazası, dünya görüşü, karyer inkişaf məqsəd və planları, özünə nə qədər vaxt ayıra bilir, nə qədər məqsədlidir. Yəni bir çox faktor işin içərisinə girdiyi üçün bacarıq formalaşdırılması artıq hər kəsdə eyni müddətdə baş vermir. Bəs bu bacarıqlar real iş mühitindəmi yaranır, yoxsa bunun üçün tutaq ki, indi kurslar açılıb, müəyyən o insanları cəlb eləyirlər, hətta burada universiteti yeni bitirən şəxslər də olur, məzunlar olur. Nə qədər realdır? Məsələn, bu bacarıqların real təcrübə əsasında mı formalaşması lazımdır, yoxsa kursa gedib bir təlimçi, ekspert tərəfindən öyrədilməsi mi lazımdır? Necə olmalıdır bu proses? Mən bu və ya digər daha üstündür deməzdim, biraz kompleks baxsaq, bacarıqla, bilik bacarıqlarının öyrənməsi, bu kompetensiyanın əldə olunması müxtəlif yollarla ola bilər. Bəli, bu universitet müddətində müəyyən bir qism bacarıqlar əldə edə bilirik. Təlimlər, müxtəlif kurslar, bunlar olduqca vacibdir. Bu öyrənmə ekosisteminin vacib hissələridir. Dəyişə bilər hansı təlim mərkəzində nə dərəcə peşəkar şəkildə təşkil olunur, önəmli deyil. Amma əsas olan bəli, təlim mərkəzlərinin bilik və bacarıq öyrətmə baxımından rolları olduqca vacibdir. Faydalana bilərik. Amma təcrübə vacibdir, əhəmiyyətlidir. Çünki biz dediyim kimi, bu peşəkar olma və öyrənmənin biz ona bir limit kimi baxsaq, yəni peşəkarlığa çatma deyə bir xətt çəkməli olsaq, bu çətindir. Çünki o bir çatılacaq nöqtə deyil. O prosesdir, davamlı getməli olduğumuz yoldur. Yəni biz ona o baxımdan baxsaq, mərhələli şəkildə bəli, bunun bir akademik öyrənmə tərəfi var. Bu universitetlərdə ola bilər, təlim mərkəzlərində ola bilər və s. Bu lazımdır, vacibdir. Amma bu bitmir. Yəni mən artıq öyrəndim, xətti yoxdur deyə, istər bilik baxımından, istər bacarıqlar baxımından. Onun bir sərhədi yoxdur. Yəni müəyyən belə də akademik çərçivədə biz bəli bilikləri alırıq, təlim müddətini başa çatdırırıq və ya universitetdə başa çatdırırıq. Amma bu başa çatma bir finiş xətti deyil. Yəni biz 100 metrlik bir qaçışı başa vurduq və çatdıq, birinci olduq. Yəni buna belə yanaşsaq doğru nəticələr əldə eləməyəcəyik. Biz uzun müddətli həyat yolunun bir mərhələsini bitirdik. Onun davamında təcrübə gəlir. Biz artıq bilik və bacarıqlarımızı təcrübədə tətbiq etməliyik. Bunun üçün bir biznes karyerasını başlamalı, iş həyatımız olmalıdır və ya şəxsi olaraq hansısa bir layihələrimiz ola bilər, fərq etməz. Bunun bir təcrübə və praktika tərəfi mütləq davamında gəlməlidir. Artıq bu təcrübə davam edə biz yenə də peşəkar xəttinə heç vaxt çatmırıq. Ömür boyu davam edib öyrənə-öyrənə gedirik. Peşəkarlığımız sadəcə daha da təkmilləşmiş olur. Və bu da həyat boyu bizim karyeramızda davam elə gedir. Əsas doğru məqsədi müəyyənləşdirə bilməkdir. Bəzən təəssüf olsun ki, gənclərimizdə bunu müşahidə edirik. Karyera qərarsızlığı deyək buna. Yəni bugün trenddə və gündəmdə olan peşələrə daha çox maraq göstərirlər, amma bu davamlılıq gəlmədiyi halda və ya daha fərqli bir trend eşitdikləri halda çox tez istiqamət dəyişmə, qərarların dəyişmə və belə müəyyən deyil bir qərarsızlıq mühiti bəzən hakim olur. Bu zaman əlbəttə peşəkarlığa biz
peşəkarlıqdan söhbət gedə bilmir. Çünki biz daha tez artıq bu yolun əvvəlindən belə deyək ki, fikrimizi dəyişmiş olur. Amma uzun müddətli karyera planı olanda bilikləri, bacarıqların öyrənilməsi, təcrübəli tətbiq olunması və peşəkar karyera olaraq davam etdirilməsi davamlı bir prosesdir. Biz həm ümumi araşdıranda, həm də sizin barənizdə araşdıranda əsas bir məsələ diqqətimizi çəkdi. Süni intellekt və Bəli. maşın öyrənməsi. Elə Project Management İnstitutda ötən il bunun proqnozunu verib ki, 41%-ə çatmalıdır. Yəni süni intellektin tətbiqi sırf layihə idarə etməsində. Azərbaycanda yerli şirkətlərdə vəziyyət necədir? Bu 41% heç olmasa çatıblarmı, yoxsa biz hələ geridən gəlirik prosesə? Geridən gəlirik desəm biraz pessimist səslənə bilər, amma ümumi baxsaq biz ölkə olaraq texnologiyanı izləyən ölkələrdən belə deyək, biz qlobal texnoloji aparıcı ölkələrin tətbiqlərini izləyən və özümüzdə tətbiq etməyə çalışan proqramlar və məqsədlər qarşıya qoyan ölkələrdənik. Əlbəttə ki, süni intellekt, müasir texnologiyalar, bunların inkişaf sürəti bu gün elə bir həddə çatıb ki, bunu gündəlik şəkildə tətbiq edə bilmək çox da asan məsələ deyil. Çünki bunun arxasında böyük bir infrastruktur məsələləri, kadr hazırlığı məsələləri, müəyyən hüquqi tənzimlənmə, təhlükəsizlik məsələləri, yəni bir kompleks görülməli olan işlər olduğu üçün bunu birəbir sürətli şəkildə tətbiq etmək çətindir. Amma əlbəttə ki, etməsək də geri qalırıq. Ölkəmizdə bu istiqamətdə kifayət qədər ciddi addımlar atılırmı? Bəli. Bu istər dövlət tənzimləmələri nöqteyi-nəzərindən müxtəlif sərəncamların qəbul olması, xüsusilə süni intellektlə bağlı bildiyiniz kimi ölkə rəhbərinin qəbul etdiyi bir sərəncam var. Bir strategiya var. Bu strategiya fonunda süni intellekt istiqamətində görüləcək işlər, qarşıya qoyulan məqsəd və hədəflər bəllidir. Və eyni zamanda rəqəmsallaşma və rəqəmsal transformasiya yönündə də ciddi sərəncam və qanunlar qəbul olunub. Tənzimləmə nöqteyi-nəzərindən və real bazarda da belə deyək, təşkilatlar səviyyəsində də ciddi işlər görülür. Görəcəyimiz işlər kifayət edirmi? Əlbəttə bunu müzakirə etmək olar. Çünki texnologiya dediyim kimi çox aspektli yanaşma tələb edir. Bu kadr hazırlıq baxımından olsun, infrastruktur, maliyyə resursları və s. yəni çox təsir edən amillər və faktorlar var, amma geriyə yol yoxdur. Yəni biz texnologiyanı izləməliyik, tətbiq etməliyik. Bu istiqamətdə bir hədəflər götürməliyik özümüzə ki, bunu da edirik. Təşkilatlardan təşkilatlar dəyişir. Bu rəqəmsal hazırlıq səviyyəsi, yetkinlik səviyyəsi, dövlət və özəl qurumlar ilə müqayisədə fərqli belə deyək ki, səhnələr var, amma ümumilikdə götürəndə belə kifayət qədər ciddi işlər görülür, görülməlidir. Zaten qaçılmaz məsələlərdir. Kifayət qədər işlər görülür, bəli. Elə sizin danışıqlarınızda bir məsələ də diqqəti çəkir, data əsaslı qərar vermə. Bəli. Klassik project managementdən data əsaslı idarə etməyə keçidlə bağlı çıxışlarınız var. Azərbaycanda bu prosesi geri salan nədir? Ümumiyyətlə bu keçidin qarşısını alan nədir? Problemin özəyinə enmək istəyirik ki, harada biz dayanırıq və ləngiyirik. Və burada əsas problem, yəni sırf texnologiyanın özünün mürəkkəbliyidirmi, yoxsa digər etik və hüquqi məsələlər də var? Maraqlı sualdır. Artıq data əsrini yaşayırıq, data dövrünü yaşayırıq. Əvvəlki illərlə müqayisə etsək, keçən əsrlər və ümumiyyətlə ən azı 10 illər bundan əvvəllə müqayisə etsək, kifayət qədər böyük dataların içərisindəyik hal-hazırda. Və bu dataların çoxalması idarəetməni də mürəkkəbləşdirir. Bu istər layihə idarə etməsi baxımından olsun, istər ümumi idarə etmə baxımından çox mürəkkəb bir mühit yaranır. Yəni bugün artıq belə deyək, bizim hər klikimiz yeni bir data yaradır. Bugün artıq istər müəssisələrin öz daxili idarə etmə sistemləri, ERP, CRM sistemlərinin qurulmasından meydana gələn kifayət qədər böyük datalar, istər elektron platformalarda, sosial şəbəkələrdə və s. müştəri davranışlarının izlənməsi nöqteyi-nəzərdən yığılan kifayət qədər böyük datalar, ağıllı evlər, sensorlar, əşyaların interneti, kiberfiziki sistemlər və s. Bunlar bir kompleks baxanda biz baxırıq ki, artıq datanın həcmi o qədər böyük bir səviyyəyə çatıb ki, bu datanı doğru idarə edə bilmək, doğru data saxlanılması, data idarə olunması, datanın təmizliyi, datanın təhlükəsizliyi, yəni bütün bu məsələlər kompleks şəkildə biz nəzərə almalıyıq ki, bu böyük kütləvi datadan doğru şəkildə idarə edib
qərarlarımızı doğru verə bilək. Yəni biz deyirik bəli, data əsaslı qərar verməyə keçid. Amma qərar verməyə keçidə qədər data əsaslı hissəsi o qədər vacib, önəmlidir ki, biz datamızı nə qədər təmiz saxlaya bilirik, nə qədər strukturlaşdıra bilirik, nə qədər qoruya bilirik, nə qədər təhlükəsizlik təmin edə bilirik. Yəni bunların bu hissəsini doğru şəkildə təmin etməsə, artıq qərar vermə hissəsində vəziyyət o qədər yaxşı olmur. Çünki belə bir deyim var, garbage in, garbage out, yəni nə qədər kirli data olsa, o qədər geridə qərarlar olacaq. Nə qədər təmiz datalar, o qədər qərarların dəqiqlik ehtimalının artması. O baxımdan şirkət təşkilatlarda da bugün artıq data idarə olunmasına doğru yanaşma həm dövlət qurumlarında, həm özəl təşkilatlarda bu yeni müasir data əsaslı bir dövrdə idarə etməmizi necə quraq, rəqəmsal transformasiyanı doğru şəkildə necə edək ki, bunlar da gətirib layihə idarə olunmasında da özünü göstərir. Bəli, siz deyən kimi layihələrin idarə olunmasında süni intellektin tətbiqi rolu olduqca önəmlidir. Bugün artıq bütün layihə idarə etmə sahəsi bu istiqamətə keçid alır ki, ölkəmizdə də bununla bağlı ciddi işlər görülür. Və mən də həm də bunun akademik tədqiqat tərəfi ilə də məşğul olduğum üçün birbaşa bu sahədə belə deyək ki, layihələrə süni intellekt tətbiq etmə səviyyələri bunları araşdırırıq. Süni intellekti tətbiq edə bilməyimiz üçün, süni intellekt texnologiyalarını istifadə edə bilməyimiz üçün yenə də bizim layihələr perspektivindən də doğru datamız, sağlam datamız kifayət qədər olmalıdır. Əks halda yenə də süni intellekt tətbiqindən sadəcə formal şəkildə danışa bilərik. Bunun üçün məsələn yaxşı bir nümunələriniz varmı ki, məsələn tutaq ki, müəyyən bir ölkələr bu datanı necə istifadə edib, hansı startaplar qurulub, məsələn bəlkə əməkdaşlıq etdiyiniz şirkətlər ola bilər, xarici şirkətlər ki, onlar bu dataları doğru istifadə edə bilib, müəyyən bir startaplar yaradıblar və yaxud da layihə idarə etməsində tətbiq edirlər. Uğurlu ölkələr əlbəttə çoxdur. Biz ümumiyyətlə bir texnologiya sahəsində nümunədən bəhs edəndə Amerika, Avropa təcrübəsi, Yaponiya, Koreya təcrübəsi, buradan baxdıqda datanın istifadə olunması, yəni belə deyək, bu sahədə böyük aparıcı təşkilatlar var, hansı ki, böyük vendorlardır və texnologiyanı inkişafında əsas pionerlərdir, belə deyək, diktə edən tərəflərdir. Onların təcrübəsi önəmlidir. İstər ölkə səviyyəsində, istər fərdi təşkilatlar səviyyəsində. Biz onların təcrübəsindən öyrənirik. Startaplar səviyyəsində biz baxsaq, son 3-5 il ərzində dünya səviyyəsində uğur qazanmış kifayət qədər çox startaplar var ki, ölkəmizdə də artıq startap mühiti, startap ekosistemi bildiyiniz kimi ciddi şəkildə inkişaf eləyir. Nümunələr çoxdur, əməkdaşlıq etdiyimiz tərəflər də çoxdur. İstər data idarə olunması baxımından. Bunun iki tərəfi var məsələnin. Bir, yerli infrastruktur qurulmağı şərti ilə datanın saxlanması və ya data idarə olunması tərəfi. İndi artıq dünyada cloud sistemlərə keçid dövrünü yaşayırıq. Yəni bütün belə deyək, qlobal vendorların əksəriyyəti artıq öz həllərini bulut əsaslı təklif edirlər. Bu istiqamətdə biraz ölkəmizdə müəyyən təhlükəsizlik və sair kiber təhlükəsizlik baxımından bir balaca ehtiyatlıq keçid var. Bu da normaldır. Amma təcrübələrdən öyrənirik. İstər təşkilat səviyyəsində, fərdi şəkildə, ölkə səviyyəsində bu datanın saxlanması, doğru idarə olunması bu sahədə də ciddi işlər görülür. Project Management Institute hər il layihə idarə etməsi üçün müəyyən bir inkişaf istiqamətlərini verir və 2026-cı il üçün də müəyyən bir istiqamətləri var ki, burada hibrid idarə etmə var, daha sonra effektiv idarə etmədən söhbət gedir və AI ilə iş prinsipləri əsas götürülür. Bizə maraqlıdır ki, məsələn, hal-hazırda bizdə şirkətlərdə və yaxud da özünüz bu prinsipləri nə dərəcədə tətbiq eləmək real görünür və həqiqətən Project Management Institute'un sürətinə çatmaq olurmu? Yoxsa bu çox çətin gedir bu proses bizdə? Biraz deyərdim, müəyyən məndə çətin gedir. Çətin getməyin səbəblərindən baxsaq, yəni sadəcə çətin sözünü istifadə etməyə, neqativ səslənməsin. Amma məsələn, belə deyək, PMI-in sonuncu nəşri, standartı 8-ci nəşr bir neçə ay bundan öncə nəşr olundu. Artıq bu PMBOK 8-ci versiyada açıq-aşkar biz çevik idarə etmə, süni intellektin layihə idarə olunmasında aktiv tətbiqi, dəyər yaratmada çevik yanaşma, bunlar prosesin mərkəzində duran yanaşmalardır.
Və mənə maraqlı gələn orada məsələn, mən fikirləşirdim ki, ancaq AI və yaxud data əsaslı gedir, amma orada məsələn emotional intelligence də yer almışdı. Emosional zəka da var idi. Əlbəttə, Yəni əlbəttə. işin digər tərəfinə də fokuslanırlar əslində. Mütləq paralel gedir zaten, belə deyək. Biz texnologiya və emosional bacarıqlar, emosional zəka tərəfi, yəni intellektual zəka və emosional zəka bunlar bir-birini tamamlayan kontekstdə baxmalıyıq. Layihədar olmasında da bu belə yanaşılır. Yəni biz sadəcə texnoloji beyin olaraq məsələyə yanaşa bilmərik. Mütləq bunun bir liderlik bacarığı, emosional bacarıqlar, kommunikasiya bacarığı, çünki insan hər bir halda prosesin həmişə mərkəzindədir. Ona görə standartların yanaşmasında da bu özünü göstərir. Süni intellekt və texnoloji tətbiqlə bərabər həm də məsələn insani tərəfi, kommunikasiya tərəfi, emosional tərəfi, liderlik bacarıqlarının formalaşdırılması, bunları mütləq dərəcədə paralel şəkildə aparmalı. Bu bir çox standartların yanaşmasında belədir. Həm PMI yanaşmasında, həm IPMA yanaşmasında və müxtəlif beynəlxalq standartların yanaşmasında artıq texnologiya və insan mərkəzli yanaşmanın paralel aparması zərurətli özünü göstərir. Eləcə də bu Project Management İnstitutunun 9 dəyəri var idi və biz bu barədə oxuduq. Çox maraqlı orada məqamlar var idi ki, əməkdaşlıq idi, qətiyyətli olmaq idi, daha sonra da komanda daxilində olan iş proseslərində lazım olan o meyarlar və dəyərlərdən bəhs edilmişdi. Elə siz də bu barədə paylaşım eləmişdiniz. Orada da gördüm. Məsələn, komanda işi, vizyon və s. Bəs sizcə bu 9 dəyərdən ən vacibi olmazsa olmazı hansıdır ki, yəni o olmasa layihə idarə etməsi əməlli başda axsaya bilər? Bir seçim etmək həmişə çətindir. Yəni bu biraz subyektiv səslənə bilər. Çünki o dediyimiz dəyərlər paketi seçilərkən həqiqətən o qədər süzgəcdən keçirilir ki, yəni bunlar bir növ bir-birini tamamlayan bir ümumi bütöv kimi ortaya qoyulur. Ona görə birmənalı olaraq seçim etsək ki, liderlik bacarığı daha vacibdir və kommunikasiya bacarığı daha vacibdir. Bunu yaxşı olardı ki, biz hər situasiyaya görə seçim edək. Yəni doğru olan, yəni bu halda doğru cavab birmənalı şəkildə yox, hər situasiyaya, hər mühitə uyğun hansı bacarıq daha önə keçir, ona doğru baxmaqdır. Yəni layihə idarə olunması və ümumiyyətlə idarə etmə elmi, xüsusilə də layihələrin idarə olunması layihə idarə olunma mühitindən çox sıx şəkildə asılıdır. Yəni biz istər bunu təşkilati mühitlə baxaq, istər ölkə səviyyəsində mədəni dəyərlər kompleksindən baxaq. Hər bir layihə unikaldır və o həyata keçirildiyi mühit özünə məxsusdur. Korporativ dəyərlər nöqteyi nəzərindən, müəyyən mədəniyyətlər nöqteyi nəzərindən, davranışlar nöqteyi nəzərindən fərqli mühitdir. Və hər mühitdə fərqli bacarıq və davranış daha dominant ola bilər. O baxımdan mən birmənalı şəkildə bunsuz mümkün deyil deməkdən daha çox mən üstünlük verərdim öncə biz mühiti doğru təhlil edə bilmək və o mühitə uyğun olaraq daha vacib bacarıq hansıdır? Bu bir çox hallarda ümumiləşmiş formada bəli, liderlik bacarıqlarının doğru şəkildə qoyulması, kommunikasiya bacarıqları. Yəni bunlar belə deyək, istənilən mühit üçün önəmli olan faktorlardır. Və dediyim kimi, bəzən avtoritar liderlik yanaşması daha vacib ola bilər qurumun mühitinə görə. Bəzən daha çox belə deyək ki, bir yumşaq liderlik tərzi. Ona görə bunu bir-birindən ayırd etmənin və birinin digərindən üstün olması mühiti doğru təhlil etməyimizdəndir. Ki bu da çox vacib faktordur. Yəni biz standartın da o tailoring dediyi, yəni uyğunlaşma, doğru uyğunlaşdıra bilmə, təhlili doğru apara bilmə, mühiti doğru tanıma, stakeholderlar dediyimiz maraqlı tərəfləri düzgün analiz edə bilmək və o mühitə, o ekosistemə uyğun şəkildə bir prioritetlər müəyyənləşdirmək. Hansı bacarığın daha vacib olması, hansı bacarığın qismən daha az vacib olmasını mühitə uyğun təhlil çox vacibdir. Yəni çünki bir çox hallarda biz təcrübədən görürük ki, birə-bir tətbiq, nəzəri öyrəndiklərimizin bütün mühitlər üçün eyni qaydada tətbiqi ciddi fəsadlar gətirir. Ona görə mühiti doğru təhlil etmək, hətta bunu mən şirkətin dəyərlərini və mütləq şəkildə, yəni biz buna fərqli ölkə və regionlar perspektivindən də baxa bilərik. Məsələn, PMI-nin standartı qlobal bir standartdır, amma bu standart Amerika ölkələrində fərqli aspektlərinə tətbiq olunur. Avropa, MDB məkanı, Şərq ölkələri, yəni bunların mədəniyyətləri fərqlidir,
iş tərzləri fərqlidir, dəyərləri fərqlidir. Biri-birindən üstündür və ya aşağıdır nöqteyi nəzərdən yox, sadəcə fərqlidir. Biri daha insan mərkəzli ola bilər, biri Bəli, daha çox əlbəttə ki. şirkətə fokuslanmış ola bilər, Məsələn, vizyonuna. Qərb və Amerika yanaşmasında proses yönümlülük daha çoxdur, sistemli yanaşma və proseslərə əsaslı idarə etmə. Amma biz şərq mədəniyyətində, şərq ölkələrində prosesdən daha çox insan mərkəzli, insan etimadı üzərinə qurulmuş idarə etmə modeli daha üstünlük təşkil edir. O baxımdan standart vahid olsa da, onun tailoringi, uyğunlaşdırılması olduqca önəmlidir. İstər dediyim kimi regional ölkələr baxımından olsun, ölkənin daxilində də təşkilatların öz daxili mədəniyyətlərinə uyğun olaraq. Bugün biz eyni standartı fərqli qurumlarda, fərqli mühitdə tətbiq edirik və effektlər də, nəticələr də fərqli olur. O baxımdan birəbir tətbiq, konkret prioritetləşdirmə, bacarıqların və biliklərin konkret prioritetləşməsi ki, bu daha vacibdir. Bundan daha çox doğru təhlil aparmaq, regionu, ölkəni, təşkilatı, komandanı doğru şəkildə layihə komandasını, layihə mühitini doğru analiz etmək, doğru təhlil etmək və o təhlillərə əsasən, zəif, güclü tərəflərə əsasən doğru yanaşmanı ortaya qoya bilmək. Xüsusən emosional bacarıqlar nöqteyi nəzərindən. Biz Avropada həyata keçirdiyimiz bir layihədə ortaya qoyduğumuz liderlik bacarığı ilə ölkəmizdə və ya hər hansı bir şərq ölkəsindəki liderlik bacarığını eyni götürə bilmərik. Yanaşmalar fərqlidir, insanların gözləntiləri fərqlidir, mədəniyyətləri fərqlidir, dünyaya baxışı fərqlidir, iş mühitinə baxışları fərqlidir. Yəni o baxımdan sual olduqca aktualdır, bəli, hansı emosional bacarıq daha vacibdir. Və burada mütləq dediyim kimi doğru analiz çox önəmlidir və vəziyyətə və o mühitə uyğun şəkildə özümüzdə doğru davranış profilini formalaşdırmalıyıq. Yəni peşəkarlıq əslində bu nöqtədə çox önə çıxır. Peşəkar layihə meneceri mühitə uyğun, doğru davranışı ortaya qoya bilən bir profildir həm də. Yəni standart da bizə bu tailoring hissəsində çox həssas olmağımızı tövsiyə edir. Bütün standartlarda bu uyğunlaşma önəmli bir yer tutur. Doğru uyğunlaşma. Mənim gəldiyim qənaət bu oldu ki, yaxşı peşəkar layihə meneceri olmaq üçün texniki bacarıqları bəlkə də kursda öyrənmək olar və yaxud da elə universitet müddətində, amma onu emosional tərəfi və soft skillləri təcrübə müddətində və insanlarla işləyərək öyrənmək olar. Yəni bu tutaq ki, mən getdim, bir işlədim, project manager olacağam, mümkün deyil məncə. Bu belə deyək, doğrudur, amma bunu bir balaca belə düzəliş eləsək, o mənada ki, bu o demək o mənaya gəlməsə ki, texniki bacarıqlar daha asandır öyrənmək, daha rahatdır. Asanlıq və çətinlik nöqteyi nəzərdən yox, texniki biliklər daha rasionaldır. Biz onları daha da konkretləşdirə bilirik. Və onları müəyyən bir qrafikə, bəli, ölçülə biləndir, daha rasionaldır. Öyrənib öyrənmədiyimizi daha rahat meyarlarla müəyyənləşdirə bilirik. Ən azından bir müəyyən imtahanla, testlərlə, müəyyən simulyasiyalarla və s. Amma olduqca vacibdir. Yəni texniki biliklər, sahə bilikləri, xüsusilə biz əgər bugün istənilən sahədə, istənilən peşə sahibi, həm də eyni zamanda rəqəmsal bacarıqlara sahib olmalıdır. Doğrudurmu? Yəni rəqəmsal bacarıqlar öyrənilməlidir, bu mütləq mənada. Vəziyyətə görə hansı səviyyədə öyrənmək bu işin bir başqa tərəfi. Amma emosional bacarıqlar dediyimiz hissə qeyri-rasional olduğu üçün, yəni rasional olmadığına görə biz onları daha rahat ölçə bilmirik. Daha rahat öyrənmə qrafikləri müəyyənləşdirə bilmirik. Şərti olaraq bəli, istər təlim mərkəzlərində, universitetlərdə müəyyən bir silabus çərçivəsində bunu salırıq ki, liderlik bacarıqlarının formalaşdırılması bəzən 1 saatlıq master klasslarda, bəzən 1 həftəlik, 1 aylıq, 3 aylıq kurslarla qrafikləşdiririk. Bu qaçınılmaz, normaldır. Çünki bunun müəyyən bir biznes tərəfi var, müəyyən bir qrafikləşdirməli bir öyrətmə yanaşması var. Amma nə qədər bu bacarıqlara yiyələnmiş oluruq, bunu ölçmək biraz zaman tələb edir. Artıq bu real iş mühiti tələb edir, real kezlər tələb edir, daha stresli bir durum tələb edir. Çünki burada bir çox emosional faktor özünü göstərir deyə bizim həmin andakı davranışımız, qərar vermə bacarığımız, stres vəziyyətimiz, stresi doğru idarə edə bilməyimiz, bunlar praktiki həyatda daha çox özünü göstərir ki, peşəkar olaraq yetişməyimiz də bu təcrübələrdən nə qədər daha çox keçə biliriksə, emosional bacarıqlarımız da bu qədər formalaşa bilir. Vacib olan nədir? Öyrənilə biləndirmi? Bəli. Yəni bəzən biz
müəyyən hallarda rastlaşırıq ki, motivasiyanın idarə olunması, stressin idarə olunması zaman nöqteyi nəzərdən bir çox emosional bacarıqlar məndə yoxdursa yoxdur. Varsa var. Belə yanaşıq və burada itirməyə başlayırıq. Bu yanaşmanı kənara qoysaq, psixoloji olaraq qəbul eləsək ki, bəli, bu bacarıq vacibdir və öyrənilə biləndir. Yəni bu işin təməlidir. Öyrənilə biləndir, artıq necə edim öyrənim. Bunun bir yolu, yöntəmi, təlimlər, kurslar və təcrübi həyat. Nəticədə öyrənə bilirikmi? Bəli. Bunu psixoloji olaraq bizim beynimizdən başlayır ki, qəbul etməliyik ki, bəli, bu bacarığı mən özümdə formalaşdıra bilərəm. Azərbaycana dövlət və özəl şirkətlər layihə idarə etməsinə, data əsaslı idarə etməyə keçid eləyə biliblərmi? Və yaxud da bu ləngimə varsa, bunun səbəbi sizcə nədir? Nədən qaynaqlanır? Ləngimələr var, səbəblər də bir çox səbəbləri var. Dövlət qurumları nöqteyi nəzərdən baxsaq, dövlət qurumlarında təbii olaraq razılaşmaq ki, müəyyən inzibati proseslər var, tənzimləmə mexanizmləri fərqlidir, özəl şirkətlərə qədər dinamik olmaya bilərlər. İstər bu iyerarxik idarə etmə nöqteyi nəzərdən və s. Bu anlaşılandır, başa düşüləndir. Bu baxımdan dövlət və özəl qurumları müqayisə etsək, dövlət qurumlarında müəyyən mənada ləngimələr deyə bilərik buna, amma ümumi mənada baxsaq, bəli, bugün artıq biz dövlət qurumlarının bir çoxunda layihə idarə etmə ofislərinin yaradılması, data idarə etmə mütəxəssisləri, rəqəmsallaşma, rəqəmsal transformasiyaya keçid, bildiyiniz kimi rəqəmsal transformasiya sürətlənməsinə dair də ölkəmizin sərəncam və qərarları var. Bu istiqamətdə işlər görülürmü? Kifayət qədər çox görülür. Amma dövlət qurumu olma nöqteyi nəzərindən bu özəl sahədə olduğu kimi daha sürətli gedə bilmir, təəssüf ki. Amma kifayət qədər işlər görülür rəqəmsal transformasiya baxımından, layihələrin idarə olunması baxımından. Amma görüləcək işlər çoxdur. Yəni biz təhlil edib baxsaq, inkişaf etmiş bu sahənin lideri olan ölkələri ilə müqayisə etsək, kifayət qədər ciddi işlərimiz var. Bu istər kadr hazırlıq nöqteyi nəzərdən olsun, infrastrukturun doğru qurulması nöqteyi nəzərdən olsun, strateji hədəflərə çatmaq üçün nələr etməliyik, nələr etməməliyik. Bunlar baxımından həm özəl sektorda, həm dövlət qurumunda işlər görülür, amma dediyim kimi nə qədər qənaətbəxşdir, bunu artıq biraz baxmaq lazımdır. Bəs özəldə vəziyyət necədir? Özəldə də bu birbaşa maliyyə vəsaitindən və vizyondan asılı olan məsələ olduğu üçün biz baxırıq, məsələn, rəqəmsal liderlik məsələsi, hansı təşkilatlarda rəqəmsal transformasiyaya istiqamətlənmə, rəqəmsal yetkinlik səviyyəsi daha çoxdursa, bu istər yuxarı rəhbərlik səviyyəsindən ta bütün komandaya qədər, o təşkilatlarda keçid daha sürətlə gedir. Adaptasiya və uyğunlaşma daha sürətlidir. Amma təəssüf olsun ki, bununla yanaşı yenə bu rəqəmsallaşmaya formal yanaşan və ya çox da önəmli görməyən və ya anlayan sadəcə müəyyən resursları, deyək, maliyyə resursları, kadr potensialı çatmayan və ya strateji hədəflərini doğru müəyyənləşdirməyən təşkilatlar da təəssüf ki, var. İndi bu rəqabət mühitidir, bazar iqtisadiyyatıdır. Yəni bu təşkilatlar artıq rəqabətdə mütləq şəkildə geri qalacaqlar üçün ya bazardan çıxırlar, ya hansısa formada, bir formada çətinlik də olsa bir neçə il daha işləyə bilirlər. Amma nəticədə yenə bu ciddi rəqabət faktorudur. Rəqəmsal transformasiyada ciddi işlər görməyən təşkilatlar bir neçə illər sonra artıq yerini başqa təşkilatlara verməli olurlar. Mənim sizdən bir sualım var və bu suala cəmi 3 cümləli cavab istəyəcəm. Layihəsi olan və yaxud da ki, öz biznesini qurmaq istəyən və yaxud da bu sahədə ilk addımını atmaq istəyən və elə də çox bilgisi olmayan bir insana 3 cümləli nə tövsiyə edərsiniz ki, layihəsini idarə eləsin? Nəyi nəzərə alsın? Birinci mütləq təşəbbüskar ruhunda olmalıyıq. Yəni biz çox da mükəmməliyyətçilik sindromuna girməyək. Yəni hər şeyi bilməliyik, peşəkar kimi yetişməliyik. Bəli, bunlar lazımdır, amma girişimcilik ruhu, cəsarətli olmaq olduqca vacibdir istənilən sahədə. Yeni başlayanlar üçün də olduqca bu cəsarət ruhu, arzu istək bu mütləqdir. Hər şey bundan başlayır. Amma davamında mütləq sahənin peşəkar standartları nələrdir? Onlardan məlumatlı olmalıyıq və ən önəmlisi rəqəmsal savadlılıq və rəqəmsal yetkinlik səviyyəsini artırmalıyıq. Yəni bunları birləşdirsək, təfərrüatlarda müəyyən çox məsələlər gizlənir, amma bu tərəfləri biz birləşdirə bilsək, uğurlu olmaq o qədər çətin deyil.
Deyək ki, Azərbaycanlı bir startapdır. Bizim auditoriya əsasən startaplardır Bəli. deyə bu sualları verirəm sizə. Bilirəm ki, onlara maraqlı olacaq. Startaplar olmasa belə təşəbbüskarlar bizi izləyir. Tutaq ki, bir startap ideyası var və o artıq qlobala çıxma potensialını hiss eləyir, amma ki, tam qura da bilmir, çünki layihə idarə etməklə bağlı bacarıqları elə də çox deyil, ancaq internetdən öyrəndiyi şeylərdir, amma əsas tutaq ki, proqramlaşdırma bacarığı var. Bu adam sıfırdan öz layihəsini necə qurmalıdır? Bizə addım-addım onun yol xəritəsini deyə bilərsinizmi ki, bütün detalları ilə deyinəm. Hə, bu çox böyük bir təlim materialını siz məndən Pulsuz qısa istəyirəm vaxtda özdə. pulsuz tərəf problem deyil. Çox sağ olun. Pulsuz tərəf problem deyil. Biz qeyd elədim kimi, sıfırdan layihəni necə quraq ki, uğurlu olsun. Layihənin standartları, yenə qeyd etdiyim bir təkrarçılıq olur, amma layihə idarəetmə standartları bizdən nə tələb edir? Bunun minimal fundamental biliklərinə sahib olmalıdır yoldaşlar mütləq. Və ya bu sahədə peşəkar biri ilə işləməyə, bunun maliyyə tərəfi biraz yeni başlayanlar üçün çətin olur. Çox böyük savadlı peşəkarları cəlb etmək çətin olur, amma yenə də minimal biliklər də var olsa belə müasir layihə idarəetməsi nədir? Layihəmdə nələr nəzərə almalıyam? Bu layihə belə deyək, stakeholder idarə olunması, tutmuş büdcənin idarə olunması, tutmuş skopun idarə olunması, kommunikasiya idarə olunması, bir çox alt aspektlər var. Bunlar nəyi necə etməliyəm, doğru olanı nədir? Bunları bilmədən yola başlayırıq və tez də uduzuruq. Doğru strategiya müəyyənləşdirməliyik bunların başında. Yəni strategiyamızı doğru, vizyonumuzu və missiyamızı doğru qurmalıyıq. Hara gedirəm? Nə istəyirəm? Hədəfim nədir? Bunlar doğru qurduqdan sonra işin maliyyə resursları tərəfi təbii ki, vacibdir, amma tamamilə ondan asılı saxlamaq olmaz. Yəni az və ya məhdud maliyyə ilə də bu məsələlərdə ciddi yanaşsaq, uğurlu ola bilərik. Azərbaycanda bir sıra startaplar var ki, onlar çox uğurla qurulublar, davam edirlər fəaliyyətlərini, hardasa artıq 10 il keçib fəaliyyətləri. Müəyyən dövlət qurumlarından işləyirlər, özəl şirkətlərdən işləyirlər, amma qlobala çıxa bilmirlər. Mən əminəm ki, onlar qlobal bazarı araşdırırlar, amma qlobala çıxanda hər hansı bir problemlərlə üzləşirlər, oradakı bazarımı bilmirlər. Bu barədə sizdən cavab istəyəcəm ki, Azərbaycandakı yerli startaplar qlobala çıxaracaq həll necə olmalıdır? Və yaxud da ki, qlobala çıxmaq üçün onlara nələr lazımdır ki, onlar bu layihədə onu nəzərə alsınlar və onu eləsinlər? Bilirsiniz, bəzən biz o qədər fürsətlərlə qarşılaşırıq ki, o fürsətlərin bir baxdıqda keçmişə dönüb baxırıq, fürsətlərin onlarla fürsəti qaçırmışıq. Bu biraz da müəyyən mənada nəyə bənzəyir? Məsələn, biz bəzən düşünürük təlimlərdə də yoldaşlardan soruşuruq ki, məsəl üçün, bir dəqiqə vaxtınız olsa və sizə desələr ki, bir dəqiqə ərzində özünüzü, startapınızı, işinizi təqdim edin. Qənaətbəxş olsa, sizə maliyyə nöqteyi nəzərindən, karyer nöqteyi nəzərindən istənilən şəraiti yaradırıq. O bir dəqiqə ərzində nə deyərdiniz? Bu biraz şərti simvolik xarakter daşıyır, amma strateji hədəfləri, istəkləri doğru şəkildə müəyyənləşdirmədikdə biz o fürsətləri bax bu bir dəqiqə misalında olduğu kimi müəyyənləşdirə bilmirik. Yəni nə istədiyimizi, hara getmək istədiyimizi, nəyi bacardığımızı və ya doğru şəkildə təqdim edib fikirlərimizi doğru çatdıra bilmirik bir çox halda. Startaplar nöqteyi nəzərindən də bu çox önəmlidir. Yəni investoru inandıra bilmə qabiliyyəti, doğru təqdim edə bilmək. Və əlbəttə ki, bu sadəcə bəsit şəkildə emosional cümlələrlə olmur. Bunun bir alt yapısı var mütləq. Bunun üçün də startaplarımız, uğurlu startaplarımız var, amma uzun müddətli perspektivdə baxdıqda görürük bir çoxu beynəlxalq arenaya çıxış nöqtəsində ya həvəsdən düşürlər, ya müəyyən qədər vəsait çatışmazlığı ilə və sair səbəblərdən artıq yox olurlar. Yəni bu ümumi startap fəlsəfəsində bunlar var. Yəni normaldır. Yəni startaplar zaten bütün startaplar uğurlu olsa, o zaman yəni bu iqtisadiyyat pozulmuş olar. Amma yenə də doğru hədəflər qoya bilmək, işin elmi və praktik tərəfdən necə olmalı olduğunu doğru öyrənmək lazımdır. Yəni belə olduğu halda beynəlxalq arenada da uğurlu olan startaplarımız necə ki var, onların təcrübəsindən istifadə etmək, necə oldu, nəyi doğru etdilər. Yəni doğru auditoriyaya müraciət etmək, investorlarla münasibətləri doğru qura bilmək, doğru təqdim etmə bacarıqları, müasir texnologiyaları doğru nəzərə ala bilmək. Texnologiya sürətlə inkişaf edir. Bəzən biz bir ay əvvəl başlayırıq hansısa bir texnoloji, innovativ yenilik üzərində işləməyə, amma paralel olaraq bazarı unuduruq. Bizim məhsul hazır olana qədər aktuallıq itir. Yəni ona görə bu
çox tərəfli bir kompleks yanaşma tələb eləyir. Bu çox maraqlı və geniş mövzudur. Məsələn, mən deyin siz çox bunu. tövsiyə edərdim ki, məsələn, biz hər sahədə peşəkar olmağımız çətindir. Hər kəsin özünün sahəsi var, istiqaməti var. Hər kəs layihə meneceri olmalıdır deyə bir qayda da yoxdur. Amma reallıq ondan ibarətdir ki, layihə düşüncəli olmalıyıq. Yəni peşəmizdən asılı olmayaraq, istər bir startapçı olaq, istər fərqli sənaye sahələrində çalışaq, hətta müəllim olaq, mühəndis olaq, fərq etmir. Hansı sahədə olursa olaq, şəxsi həyatımızda belə layihə düşüncəli yanaşma tərzini özümüzdə formalaşdırmalıyıq. Bu bizə bir disiplinli həyat, hədəflərimizə doğru çata bilmək, doğru müəyyənləşdirə bilmək, zamanımızı doğru idarə edə bilmək, bir özünü inkişaf yönümlü doğru məqsədlər qoya bilmək, yəni layihə düşüncəsinin formalaşdırılması olduqca vacibdir. Çünki bu sahəsindən asılı olmayaraq, layihə idarə etmə mütəxəssisi olub-olmamasına asılı olmayaraq, layihə əsaslı yanaşma, layihə düşüncəli yanaşma, bunu özümüzdə formalaşdıra bilmək vacibdir. Bunu hər kəs edə bilər, etsə daha uğurlu ola bilər. Yəni bunun üçün nə etmək lazımdır? Dediyim kimi müəyyən həm texniki bacarıqlar, həm emosional bacarıqlar, doğru məqsədlərin müəyyən edilməsi, özünü təhlil, yəni biz özümüzü doğru təhlil etməliyik, özümüzü zəif və güclü tərəflərimizi doğru analiz etməliyik, zəif tərəflərimizi necə daha güclü edə bilərik, güclü tərəflərimizi necə edə bilərik ki, daha da olduğu kimi qalsın və s. və ya ən azından zəifləməsin. Yəni özünü tanıma, özünü təhlil etmək, qarşıya doğru məqsədlər qoya bilmək və davamlı öyrənmə ruhu ilə belə deyək ki, həyatını sürdürmək. Yəni bu tərəflər çox önəmlidir. Yəni layihə düşüncəli yanaşa bilmək. Yəni bu halda istər layihə meneceri olaq, istər komandanın üzvü olaq, istər idarə edici rəhbər şəxs olaq, fərq etmir. Mütləq biz işimizdə müəyyən qədər bir davamlılıq, intizam və uğur əldə edirik. Bəs başqa qeyd etmək istədiyiniz nəsə varmı ki, mən onu sual verməmişəm? Əminəm ki, var. Çoxdur, əlbəttə çoxdur. Məsələn, texniki məsələlər də ola bilər ki, siz qeyd etmək istəyirsiniz, amma ki, mən o barədə məlumatsızam deyə sual verməmişəm. Əslində, belə deyək ki, məhdud vaxtlı bir müzakirə üçün kifayət qədər nöqtələrə toxunduq. Amma məsələn, biz indi layihələrin idarə olunması, süni intellekt bu hissədən bir ötəri danışdıq bu məsələlərdən, amma sahə çox genişdir. Məsələn, mən tövsiyə eləyərdim ki, gənclər istər layihə idarə olunması sahəsində, istər istənilən sahədə mütləq bir süni intellekt savadlılığını artırsınlar. Yəni çünki artıq istənilən sahə bugün artıq süni intellektin təsirindən kənarda qalmayacaq. Çox aktual məsələlərdir. Süni intellekt insanı əvəz edəcəkmi? İstər layihə menecerini əvəz edəcək sualı kimi qoyula bilər və ya ümumiyyətlə insanı nə qədər əvəz edəcək? Məsələn, ötən gün bankların biri mətbuat konfransı vermişdi və call center'ın harca 71% rəqəmsallaşıbdı və süni intellekt cavablandırır. Yəni gələn bütün müraciətlər mesajla olsun, call center olsun və orada müəyyən qədər süni intellektin faizi artıbdı, amma əvvəlki illərdə belə deyildi. Bu layihə idarə etməsində necə olacaq? O çox maraqlıdır. Layihə idarə etməsində də fərqli bir şey olmayacaq. Orada da mütləq belə olacaq. Bir çox peşələri əvəz edəcək, bir çox mütəxəssisləri əvəz edəcək. Buna biz pesimiz yanaşmayaq. Yəni insanlar hər bir halda biz tarix boyunda baxsaq görürük ki, texnologiya inkişaf etdikcə, müxtəlif sənaye inqilablarında olsun və s. Əl əməyi avtomatlaşdıqca bu əvəzləmələr olub. Yəni texnologiya insanı müəyyən mənada əvəzləyib, amma insanlar işsiz və ya kənarda qalmayıblar. Sadəcə həmin dönəm üçün texnologiyanı bilən-bilməyəndən daha üstün olub və daha yaxşı iş şəraiti qurub üçün və nəticədə daha yaxşı həyat şəraiti qurub. Bu baxımdan layihə idarə olunmasında da vəziyyət eynidir. Süni intellektin tətbiqi layihə idarə etmə komandasında, istər layihə meneceri, istər layihə komandasında kifayət qədər çox dəyişikliklər edir və edəcək. Bu qaçınılmazdır. Xüsusilə rutin işlər dediyimiz, rutin işlərdə və ya avtomatlaşdırıla bilən işlərdə. Amazon elə ötən aylarda, həm ötən ay, həm də ötən ilin harca sentyabr və oktyabrında kütləvi ixtisarlar elədi və əsas səbəb orada bu idi ki, layihə idarə etməsində bürokratiya var idi və biz işləri daha sürətləndirməliyik, qərar verməni daha çevik etməliyik. Buna görə də həmin komandalarda süni intellekt dəstəkləmələr elədilər və hardasa ümumilikdə 10 mindən çox işçi ümumiyyətlə ixtisar olundu. Eləcə də bu Meta'da da baş verdi və Google'da da baş verdi. Və bu bütün digər şirkətlərdə baş verəcək mütləqdir. Sadəcə olaraq biz nə etməliyik? Yəni bu bizi həyatdan qoparmamalıdır. Tam əksinə biz başa düşməliyik ki, bəli, mən öz peşəkar
karyeramı qorumaq üçün nə etməliyəm? Hansı sahədə işlədiyimizdən asılı olmayaraq süni intellektlə bağlı savadlılıq səviyyəmizi artırmalıyıq. Yəni süni intellektə biz sadəcə texnologiya kimi baxmamalıyıq. Yəni bu texnologiyadır, ancaq texnologiya ilə məşğul olan təşkilatlar və ya qurumları və ya şəxsləri əlaqələndirir. Məsələ bu deyil. Süni intellekt məsələsi artıq bütün məişət həyatımızda, gündəlik həyatımızda, peşəkar həyatımızda həyatın bütün aspektlərinə təsir edən mövzudur. Ona görə də mütləq savadlılıq səviyyəmizin artırılması, nəyi öyrənsək biz sabah hansı peşədən kənarda qalmarıq. Yəni bunlar vacib layihə dərl olmasına belədir. Yəni süni intellektlə və texnologiyalarla işləyə bilməyən layihə meneceri əlbəttə ki, kənarda qalacaq. Bu təbii bir seleksiya prosesidir. Yəni bunu bəzi şirkətlərdə biraz gec, bəzi şirkətlərdə biraz tez ola bilər, amma nəticə etibarilə sabah buna doğru gedir. Biz mütləq texnoloji savadlılığımızı, rəqəmsal savadlılığımızı, eləcə də süni intellekt savadlılığımızı artırmalıyıq ki, peşəmizlə yanaşı o yeniliklərdən də istifadə edib kənarda qalmayaq. Çox sağ olun Sübhan bəy, belə maraqlı cavablar üçün. Ümid edirəm ki, auditoriyaya faydalı oldu. Çox sağ olun, dəvəti qəbul edib gəldiniz. Mən təşəkkür edirəm. Əminəm ki, ümid edirəm mən də maraqlı bir müzakirəmiz alındı. Məsələlər çoxdur, danışıla biləcək, danışılmalı olduğumuz məqamlar da çoxdur. İnşallah növbəti görüşlərdə fərqli mövzulara davam edərik. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.